Namazda xəstəsən, ayaq üstə dura bilmirsənsə oturub qılırsan. Oturub qıla bilmirsənsə uzanıb qılırsan. Və s. Yəni namaz mövzusunda üzr yoxdur. 2 dənə üzr var, şəri. Birincisi, yəni insan unudur. Məsələn, zöhr namazının vaxtı girdi, unutmusan. Bir də əsr namazının vaxtı çatır, yadına düşür ki, zöhrü qılmamısan. O zaman Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim unudarsa, xatırlayan kimi qılsın. Yəni yadına düşən kimi zöhrü qılırsan. Bu artıq üzrdür, çünki unutdun. İkinci şəri üzr, yatıb qalmısan. Burada hansı yatıb qalmaqdan söhbət gedir? Yəni səbəblərdən tutub yatıb qalmısan. Məsələn, indi fəcr namazında, məsələn, axşam yatırsan, səbəblərdən tutursan, bu dilini qoyursan, nə bilim, evdəkilərə deyirsən, səni oyatsın, başqa səbəblərdən tutursan və s. ki, namaza oyanasan. Bütün səbəblərdən tutunsa, oyana bilmədiysə, o zaman bu özürdür. İnşallah oyanan kimi qılırsan. Yox, əgər səbəblərdən tutub yatırsansa, bu artıq sən namazı bilərəkdən tərk edən hökmündəsən. Ümumiyyətlə, alimlər deyir ki, bir insanın qəlbinin daşlaşmasının ən böyük əlaməti odur ki, yəni fəcr namazına oyanmamaq niyyətindən yatır. Yəni bir kəs o niyyətlə yatır ki, mən sabah fəcr namazına oyanmayacam. Yəni bu insanın qəlbinin daşlaşmasının ən böyük əlamətidir. Subhanallah, görürsən, məsələn, işi saat 7-dədir, misal üçün, yay vaxtı fəcr namazı biraz tez olur. Deyir, fəcrə durub yatmaq, sonra işə gedə bilməyəcəm, elə birbaşa duranda qəzasını qılıb gedərəm, misal üçün. Yəni, subhanallah, bu qəlb daşlaşmasının ən böyük əlamətidir ki, insan fəcr namazına durmamaq niyyətindən yatsın. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, münafiqlərə ən ağır gələn 2 namazdır. Sübh namazıyla işə namazı.